Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Dolça bürcünü təqdim edirəm əzizlərim. Bax, əziz Dolçalar, bu həftə sizin üçün sərhədsiz yaradıcılıq, yeni fikirlər, ani dəyişikliklərlə dolu ola biləcək. Sizin azad ruhunuz, inovativ düşüncəniz, tərziniz hər şeyə yeni bir baxış gətirə biləcək. Hər gün özünüzü biraz daha da kəşf edəcəksiniz. Yeni ideyalarınız, yeni əlaqələr, yeni perspektivlər həyatınızı formalaşdıra biləcək. Bax, Dolça bürcü olmaq, əzizlərim, ənənəvi düşüncə sərhədlərini aşaraq hər zaman fərqli orijinal yollar tapmaq deməkdir sizlər üçün. Bax, içinizdə o qədər düşündüyünüz ideyalarınız da var, içinizdə gizli qalan məsələlər də var. Lakin içində qalan o gizli məsələləri artıq saxlaya bilməyəcəksiniz. Bəsdir deyərək, vaxtıdır deyərək bəzi insanlara öz ifadənizi bildirə biləcəksiniz. Hər kəsə hər şeyi anladaraq yol göstərə biləcəksiniz. Çalışın ki, kontrolü itirməyin. Önəmli gəlişmələr qarşınıza gələ biləcək. 3 ay, 6 ay ərzində bir ayrılıq, evlənmə ola biləcək. İfadənizə, bax bu həftə öz ifadənizə də biraz diqqət edin. Son sözünüzü öncədən deməyin əzizlərim. Bax, qabiliyyətiniz güclü. Evdə ev əşyalarını və maşınınızı dəyişə bilərsiniz. Ayın 15-dən sonra çevrəndə də bir dəyişikliklər, bəlkə də çevrənizi dəyişərək yeni bir çevrəyə addım atacaqsınız. Sevgi həyatınızda canlanma ola biləcək. Hərəkətli günləriniz qarşınıza gəlir. Maddi sıxıntılarınız olmuş. Həyat yoldaşının bəziləriniz qulluğunda duraraq onu çox istəyərək gözəl addım atacaqsınız. Bəziləriniz anlaşmamazlıqlar ola biləcək ailədə sevdiyin insanla və ya işdə dəyişə bilərsiniz. Biraz əsəbi ola bilərsiniz bu həftə bəziləriniz. Siz elə bir tərk edildiyiniz üçün çox belə narahat, şok halında oldunuz. Alacağınız bəzi şeylər əlinizə alacaqsınız. Sizin əməyinizi və ya hansısa malınızı, mülkünüzü, geyiminizi hətta deyim ki, istifadə edən insanlar var ətrafınızda. Bəlkə də malından, mülkündən, bəlkə də mirasla əlaqəli məsələlərdə sizə neysə vermək istəməyənlər də var. Biraz peşmançılığınız var. Bir ayrılıq olmuş. O ayrılıqdan sonra bir peşmançılığınız var. Gözləmədiyiniz insanların birdən-birə imkanlı olmağını görəcəksiniz. Birindən vaz keçəcəksiniz, ciddi olmadığına görə görəcəksiniz, o insandan uzaqlaşacaqsınız. L hərfi, A hərfindən telefon danışığınız ola biləcək. Hər kəs öz fikirlərini ortaya qoya biləcək. Çox çətinliklər çəkdiniz. Sevilirsiniz, bunu siz özünüz də bilirsiniz. Bir işə başlaya bilərsiniz, böyük bir şirkət yerində işləyə bilərsiniz, fədakarlıqlarınız çoxdur. Bir mesaj, tez-tez sizə mesaj gəlir, ona cavab vermirsiniz. Aprel-may aylarında səyahətlər, gəzməklər ola biləcək çoxunuz üçün. Birilərlə elə bir keçimsiz bir insandır, onunla mümkün deyil yola getmək. Hey, söz, söhbət, davaşmaz, yəni aranızda söz, söhbətlər, anlaşmamazlıqlar. Artıq gözünüz biraz da açılacaq. Kim nə dediyini biləcəksiniz. Bax, əzizim, Dolça bürcünün idarə edici planeti olaraq Uranüs ani yeniliklərə, gözlənməz dəyişikliklərə hazır olun əzizlərim. Və deyərdim ki, enerji sizi ənənəvi qaydaları aşmağa və öz orijinal fikirlərinizi ortaya qoymağa təşviq edəcək əzizlərim. Bax, ünsiyyət qabiliyyətiniz çox yüksəkdir. Fikirlərinizi, ideyalarınızı daha da aydın və təsirli ifadə edə bilirsiniz, edə biləcəksiniz də bu həftə əzizlərim. Kainat sizə hər an yeni məlumatlar, yeni fürsətlər təqdim edə bilər. Lakin öz intuisiyanızı dinləyərək hər detala diqqət yetirəsiniz gərək əzizlərim bu həftə. Yeni layihələr, imkanlar, iş yerində, şəxsi işinizdə uzun zamandır planlaşdırdığınız bir layihələr ki var, onları reallaşdıra biləcəksiniz.
Sizin yaradıcı analitik yanaşmanız işləyirsinizsə, rəhbərlik tərəfindən qiymətləndiriləcəksiniz, tərif oluna biləcək sizə. Bəzi həmkarlarınızsa sizin uğurlarınıza qısqanırlar. Hətta deyərdim ki, qısqanaraq hərəkətdə olacaqlar. Buna ayıq olun, gözünüz açıq olsun. Gizli strategiyalar qura biləcəklər. Ani qərarlar vermədən əvvəl hər tərəfli gələn fürsəti də ətraflı analiz etsəz sizin xeyrinizə olacaq. Bax, iş nəticəsində əldə etdiyiniz uğurlar, əlavə gəlir, bonuslar sizə ola biləcək, əlinizə gələ biləcək. İmpulsiv addımlardan qaçın. Hər şey planlı edin. Yeni iş təkliflərini qiymətləndirin, çalışın gələn iş təklifləri birilərinin əli ilə və hansısa bir ortamda ola bilərsiniz, oradan sizə iş təklifi ola bilər. Çalışın da ki, bu həftə çox insanla, yəni açıq söhbətlər, açıq diyaloqlar aparın ki, sizin xeyrinizədir. Bax, göz yaşı var, bir qərar alacaqsınız, yazdığınız mesajlar var ki, istəmədən bəlkə də yazdınız, kiminsə qəlbini qırdınız, ürəyini almaq istəyəcəksiniz, mirasla bəzi məsələlər böyüyə bilər, həyat yoldaşından ayrıldınsa geri gəlməsini çox gözləyirsiniz. Ağlınıza gəlməyən bəzi məsələlər gəlir. Getmədiyin yol var ki, kaş gedərdim deyirsiniz, lakin o yola yenə gedəcəksiniz. Yəni o yol yenə olacaq sizə, əngəllər varsa da arada bir yol tapacaqsınız. Hər kəs öz içini bir ortamda tökə bilər ya və ya ailədə hər kəs öz ürəyini aça bilər. Sənədlə imza attınız, o imzaya. Yəni niyə qol çəkdim, niyə imza attım düşünürsünüz. Ya birinə zamin durdunuzmu, onun peşmançılığını çəkirsiniz. Səyahətlə əlaqəli həyat yoldaşın, yəni sizin dostlarınızla ya olduğunuz ortamda qatılaraq, yəni həyat yoldaşın maraqlana bilər sizinlə. Siz üçün sir olan, çevrəndə bəzi bilgilər axtarırsınız. Siz üçün bir sirdir, amma bilgini əldə eləmək istəyirsiniz. Ətrafındakılar da təəccüblənə bilər sizlə əlaqəli. Ağzından çıxana bu həftə diqqət edin əzizlərim. Yəni başınız ağrımamaq üçün. Ailədə biriləri peşman olmuş, evdən, yəni necə peşman, evdən bəlkə də uzaqlaşmış, evdən uzaqlaşdığına görə peşman olub ki, niyə uzaqlaşdım, geri gəlmək istəyə bilər. Xəstəniz də varsa yaxşıya doğru gedəcək, inşallah ki, yaxşı olsun. Texnoloji cihazlara biraz evin içində diqqət edin. Neysə pozula bilər, sına bilər, ya yana bilər, xarab ola bilər. Diqqət nəzərində olacaqsınız. Gözəl bilgilər, zehnində gözəl bilgilər var. Hətta deyərdim ki, sizin zehninizdə olan bilgiləri ətrafında bəzi insanlar o bilgiləri oğraya bilər. Yəni planlarınızı başqa insanlara danışmayın. Xəyal etdiyiniz gəlişmələriniz olacaq. 2 diləyin, biraz zamana buraxın, 2 diləyiniz ola biləcək. Həbsdə yatan biriləri sizi çox huzursuz edir, zəng edir, nəsə istəyir, nəsə deyir. Onun bir zəngi ola bilər bu həftədə. Çoxunun dərdini çəkə bilirsiniz. Düzdür, üzüyə vurmasaz da içinizdə çəkirsiniz. Sıxıntılar, ürəyin sıxılır, baş ağrılar, diş ağrıları anidən ola bilər və ya diş düzəltdirəcəksiniz, dişinizi çürüyüb, bəlkə düzəltdirəcəksiniz, diş saldıracaqsınız. Çox insanların dərdinə ortaq olursunuz. Bəzi taxıntılarım var, özünə o taxıntılar zərər verə bilir. Biriləri ailə içindən yenə də öz bildiyini edir. Nə qədər başa salsalar da yenə öz bildiyini edir. Siz Allaha ürəyiniz nə qədər yaxın olsa da çevrəndə, ətrafında, həyatında da olan insanlar dəstək vermək əvəzinə sizinlə maraqlanıb sizi yıxmaq istəyən vampir, ikiyüzlü insanlar ətrafınızda var. Amma yenə də siz Allaha bağlanırsınız. Allahın ədalətli, yəni dəstəyi, Allah tərəfdən olan bir yardım sizə anidən ola biləcək. Sizin qanınızı soğuran insanlar var. Qəlbinizə girərək təmiz niyyətinizdən sizə zərərlər vermək istəyən insanlar var. Yanlışlardan çalışın, uzaq olun. Dəyər verməyən insanlara dəyər verməyin əzizlərim. Bəzən ürəyinizdə çırpıntılar olur.
Yəni boğuntular olur, bəzən boğulursunuz, bəlkə də zobunuz var, bu sizi şok ola bilər, siz gedib yoxlatdırsınız, düyün nəsə çıxdı. Bir də pani ataklıq var, bilmirsiniz, bax gedib müayinə eləyin, həkimdən çıxın əzizlərim. Maddiyyat sizə gələcək, pul əlinizə gələcək, pulsuz qalmayacaqsınız əzizlərim. Biraz bərəkətsizlik var, biraz işlərinizdə durğunluq var. Yəni əlinizə gəlir, gedir, tez-tez nəzərlənirsiniz. Çalışın, hərəkətdə olun, dualarınız qəbul olunur. Ruhunla bədənin zid gəlir bəzən, yuxularını qarışdırırsınız. Qurbanlığınız var, bəlkə də yadınızdan çıxıb, lakin öncədən kəssəz sizin xeyrinizə ola bilər. Biriləri hey qarşınızda, yəni səhv edib, yanlışlıqları olub, bağışlayırsınız tez-tez. Artıq böyük bir səhvini görəcəksiniz, bağışlamayacaqsınız. Artıq yoruldunuz. Keçmişlə əlaqəli bəzi mübahisələr olmuş, haqsızlıqlar etmişlər sizlə, barışmaq istəyənlər ola biləcək. Bax, biraz da qonşunla əlaqəli, bir qonşunla görüşmək istəmirsiniz, bəzi qonşularla sizi yanıltdılar. Dedikodusu var. Artıq o insandan uzaqlaşacaqsınız, onunla üz-üzə gəlmək istəməyəcəksiniz. İkiyüzlü insandır. Köhnə yolları buraxıb gerçəkliyə doğru gedərək yəni bütün gerçəkləri öyrənəcəksiniz. Bütün yəni gələcəyə doğru addım ataraq çox gerçəkləri öyrənəcəksiniz. Bax, subay dolçalar, gündəlik ünsiyyət zamanı yeni enerji və dərin tanışlıqlar yarana biləcək sizlər üçün. Qarşınıza çıxan insanın niyyətlərini, səmimiyyətini diqqətlə qiymətləndirin. Amma yəni hər insana da o dəqiqə güvənməyin. Onu da bilin ki, səthi əlaqələr sizdə, bəzilərinizdə var. Uzun müddətli xoşbəxtlik gətirməyə bilər sizə. Əgər artıq münasibətdəsinizsə, partnyorunuzla uzun müddətdə saxladığınız bəzi küskünlüklər varsa, açıq şəkildə müzakirə edə biləcəksiniz. Gözəl bir həftə ola biləcək, aydınlaşmaq üçün, açıq dialoq etmək üçün. Açıq söhbət aparandan sonra inanın ki, daha da sevginiz dərinləşə bilər, möhkəmlənə bilər. Keçmişdən qalan hisslər, əlaqələr yenidən gündəminizə çıxa biləcək. Keçmişin yükündən azad olacaqsınız, gələcəyə sağlam addım atırsınız. Yəni həyatda doğrudan da həyatınızda olan, gedən bəzi şeylər siz üçün dərs oldu. Münasibətlərdə biraz sıxıntılar ola bilər. Çalışın, sakit şəkildə ifadə edin. Tanışlıqlara tələsmədən qarşı tərəfi yaxından tanıyın. Amma hisslərinizə də güvənin əzizlərim. Amma sosial çevrəndə də, hətta deyərdim qohumlar da arasında kimlərin həqiqətən səmimi olduğu, kimlərin yəni yalnız öz maraqlarını qoruduğunu yəni ayırt eləyə biləcəksiniz yavaş-yavaş əzizim. İkiyüzlüyə qarşı, dedikoduya qarşı ayıq olun. Ailə içində də bəzilərinizin arasında köhnə münaqişələr var ki, köhnə yəni mübahisələr olmuş, qalmış. O münaqişələr gündəmə çıxa bilər. Biraz, yəni yenə deyirəm ki, açıq söhbət aparın. İçinizdə saxlamayın. İçinizdə saxladıqca kinlənə bilərsiniz. Bəziniz bax kurslara yazılacaqsınız. Kursda, seminarlarda, tədbirlərdə birilərlə tanış ola biləcəksiniz. Bir tanışlıq yolları var. Yəni bir imkan yaranacaq sizə yeni insanları tanımaq üçün. Amma şəxsi işlərinizi, şəxsi münasibətlərinizi və ya şəxsi problemlərinizi, işlərinizi çalışın sosial mediada paylaşmayın heç kimlə. Ani xərcləriniz ola biləcək, qarşılaşacaqsınız. Bəzinizdə əvvəlcədən planlaşdırmışsınız bəzi maddi vəziyyətinizi. İşdə əldə etdiyiniz uğurlar sizə elə bir gözəl bonuslar gətirə biləcək. Yəni ani addımlardan, ani qərarlardan, maddiyyatla əlaqəli ondan qaçın. Yəni biraz düşünün, düşüncəli, düşünərək hərəkət edin, üzr istəyirəm. Yatırımlarınızı, riskləri yaxşıca analiz edin. Ondan sonra həyata keçirin. Biraz maliyyə tərəfdən biraz qənaətçi olun, qənaət etməyi bacarın əzizlərim. Daxili sakitliyinizi də qoruyun. Sağlamlığınıza fikir verin. Biraz yuxusuzluqlar var, biraz əsəb var içinizdə birilərinə qarşı, bəlkə də kimlərəsə qarşı. İşlə də əlaqəli ola bilər, çox əsəb keçirirsiniz, darıxırsınız, kifayət qədər yuxu almırsınız, qidalanmağınızı dəqiq özünüzə fikir vermirsiniz. Biraz hətta deyərdim, vitaminsizlik, D vitamin əksikliyi də var bəzinizdə. Duyğusal dalğalanmalar ola biləcək.
Lakin sakitlik olmaq üçün çalışın ki, təbiətdə gəzin, sakit etdirici musiqiyə qulaq asın. Bəzi rahat olmaq üçün bəzi fəaliyyətlərlə məşğul olsaz, sizin xeyrinizə ola bilər əzizlərim. Hər şey, yəni ani qərar verməyin, hər şeyə tələsməyin tez. Bəziniz keçmişlə indiki arasında qalırsınız. Orada tarazlıq tapmaq üçün yəni açıq söhbətlər aparsanız sizin xeyrinizə ola biləcək. Hər bir dəyişiklik həyatınızda siz üçün bir dərs gətirə biləcək. İntuisiyanıza məntiqinizlə, yəni intuisiyanızı məntiqlə birləşdirərək doğru addımlar atacaqsınız. Doğru addımlar da ataraq uğur sizinlə olacaq. Buna əminəm mən əzizlərim. Siz Dolça bürcündə olanlar o qədər qoçaqsınız hamınız ki, yəni bəlkə də 1-2 nəfər ola bilər ki, biraz necə deyirlər, tənbəllik eləyə bilər. Lakin sizin həqiqətən də həm qoçaq, həm gülərüz, həm pozitiv insanlar çoxdur aranızda. Bax, ürəyinizdəki o parlaqlıq, işıqlıq üzə vuracaq əzizlərim bax bu həftə. Çox insanla yəni münasibət quracaqsınız, çox insanla tanış olacaqsınız, çox insanla ünsiyyət edəcəksiniz əzizlərim. Həftəniz uğurlu keçməyini çox arzulayıram. Hamınıza duaçıyam əzizlərim. Diqqətinizə görə var olun. Çox sağ olun əzizlərim.